Bəs mən boşuna demirəm axı ki, Azərbaycanda polis işləmək üçün gərək peysər olasan, oğraş olasan. O de, İlham Əliyev özü kimi peysərləri yığıb polis sisteminə. Həmin polis əməkdaşlar durublar, bir də buradadılar. Dövüzlərini hamısı. Neçə gün döyüblər sizə? 4 gün. Nə istədilər sizdən? İstəyirdilər ki, oğurluq boynuma götürüm, 2 dənə epizod. Halbuki heç biri mənə məxsus deyil. Məhkəmə qərarı ilə sərbəst buraxılan şəxs binadan çıxa bilmir. Çünki çöldə onu polislər gözləyir. Yenidən tutmaq üçün. Məhkəmə iclasından buraxmışam, mənim sirimə sifətimə baxın. Buraxıblar məhkəmədən, polis əməkdaşlar yenə gəliblər. Mənə iş yükləmək istəyirlər oğurluqla bağlı. Yəni mənim görürsüz vəziyyətimi, ayın 6-sından məni saxlayırlar podvalda. 4 gündür məni öldürürlər, döyürlər. İndi gətiriblər məhkəmə, narkotik qəbul eləmişəm. Məhkəmə iclasından buraxılmışam və əməkdaşlar hələ də məndən əl çəkmir, xahiş edirəm dövlətimdən kömək eləsin. Kömək eləmə! Ama kömeğle bana mama. Rizvana. Ama kömeğle mama. Aç şu kapıyı. Aç şu. Bana paraları öldürme mama. Al Rizvana. Ay millet kömeğle öldürme. Ben öldürme paraları millet. Bırak gel. Mama. Ay mama. Fuat! Fuat gel buraya. Çekin. Bakın beni öldürürler. Öldürürler görürsünüz. Aparırlar öldürmeye. Xahiş ederim köməklik. Cənab prezident. Məhkəmə sizi bırakıp mı? Bırakır. Məhkəmə bırakır. Məhkəmə bırak. Otur yanında. Xahiş Xanım oradadır. Hörmətli polis əməkdaşları, adamı məhkəmə bırakırsa siz hansı yaxalan aparır? Ha ne səncə bölməyə gedirsiniz? Hatayı Yoldaşına gör. 36 ya. Bir yetkili cavab verəcək mi? Adamı məhkəmə bırakırsa niyə götürüb aparırsın adamı?